Salam, axşamınız xeyir olsun. Gün Az TV baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Təbrizdə tibb işçiləri etiraz eyləmi keçirdi. Ceyhun Bayramov Çanaqqala zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım etdi. Amerika İranın hərbi gəmisini vurub batırdı. Ərəb şair və jurnalistlərə həbs cəzası verildi. Suriya və Lübnan sərhəd bölgəsində atəşkəs barədə razılığa gəldi. İndi isə daha ətraflı. Təbrizin ən böyük xəstəxanalarından olan İmam Rıza xəstəxanasının işçiləri etiraz eyləmi keçiriblər. Sosial media şəbəkəsində paylaşım edən tibb işçiləri hüquqlarının pozulmasına və 10 aydır əmək haqlarının ödənilməməsinə görə etiraz eyləmindən atdıqlarını deyiblər. Qeyd edək ki, İmam Rıza xəstəxanasının işçiləri martın 12-sində də Təbriz Səhiyyə Mərkəzinin qarşısında oxşar eyləm keçiriblər. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Çanaqqala zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib. Ceyhun Bayramov X sosial şəbəkə hesabında paylaşımında bildirilib. Bugün Çanaqqala zəfərinin 110-cu ildönümüdür. Azadlıq və müstəqillik yolunda öz canlarını qurban vermiş qəhrəman şəhidləri və qazilərimizi dərin ehtiramla yad edirik. Həmçinin Bakıda yerləşən Türk Şəhidliyi qəbirstanlığında mərasim keçirilib. Mərasimdə Türkiyənin Bakıdakı səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəsi səfir Ufuk Turganer, Türkiyənin Bakıdakı təşkilatlarının nümayəndələri və vətəndaşlar iştirak ediblər. Səfir Akgünün şəhidlər abidəsinə əkil qoyduğu mərasimdə şəhidlər bir dəqiqəlik sükutla yad edilib. İstiqlal marşı və Azərbaycan himni səsləndirilib. Akgün və onun müşayiət edən şəxslər 20 yanvar şəhidlərinin dəfn olunduğu şəhidlər xiyabanını da ziyarət ediblər. Akgün şəhidlərin xatirə kitabını imzalayıb, şəhid məzarları üzərinə qərənfillər qoyub. Amerika ordusu İran ordusunun hərbi dəniz qüvvələrinə məxsus Zagros hərbi gəmisini Qırmızı dənizdə vuraraq batırıb. Səudiyyə Ərəbistanının Əl-Hədis telekanalı məlumatında bildirilib. Siqnal kəşfiyyatının toplanması üzrə ixtisaslaşan bu gəmisi İran hərbi dəniz qüvvələrinin ən qabaqcıl kəşfiyyat gəmisidir və eyni zamanda kəşfiyyat məlumatlarının toplanması üçün İranın ilk kəşfiyyat gəmisi kimi dizayn edilib. İran hərbi dəniz qüvvələri isə yaydığı bəyanatda məlumatı təkzib edib. Qeyd edək ki, ötən gün Ağ Ev İranın hərbi gəmilərinin Yəmənin Husi üsyançılarına kəşfiyyat materiallarının ötürülməsini bildirib və buna görə də İranın hərbi obyektlərinin Amerika ordusu üçün hədəf olunduğu barədə xəbərdarlıq edib. İranın Xuzistan əyalətinin İnqilab Məhkəməsi 5 ərəb şair və jurnalistin həbsinə order verib. Bu barədə hüquq müdafiəçiləri məlumat yayıb. Məlumata görə Mandana Sadiqi və Araş Qalaqulabın hər biri 4 il 1 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib. Digər qərarla Kuruş Karampur 2 il, Rıza Məhəmmədi və Fərzanə Yəhya Abadi isə 3 ay müddətinə azadlıqdan məhkum edilib. Ərəb jurnalistləri və şairləri hökumət əleyhinə təbliğat və milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaqda ittiham olunublar. Misir prezidenti Əbdülfəttah Əs-Sisi Qırmızı dənizdəki gərginliklərə görə Misirin hər ay 800 milyon dollar itirdiyini bildirib. 2024-cü ilin dekabr ayının sonlarında Misirin prezident administrasiyası bəyanat yayaraq Bəbul Mənbəd boğazında və Qırmızı dənizdə yaşayan gərginliklər səbəbində Süveyş kanalının illik gəlirlərinin 7 milyard dollar azaldığını bildirmişdi. Qeyd edək ki, 2024-cü ilin yanvarından etibarən Yəməndə yerləşən İranın dəstəklədiyi Husi qrupları Qəzza zolağı müdafiə etmək adı ilə Qırmızı dənizdə hərəkət edən hərbi gəmilərlə yanaşı mülki gəmiləri də hədəfə alırlar. Xatırladaq ki, ötən şənbə günü Amerika prezidenti Donald Trump belə terror hücumlarının qarşısını kəsmək üçün Yəməndə Husilərə qarşı böyük hücum əmrini verib. Suriya və Lübnan sərhəd bölgələrində atəşkəsin yaradılması barədə razılığa gəliblər. Suriya Müdafiə Nazirliyinin mətbuat idarəsinin verdiyi xəbərə görə, razılaşma çərçivəsində iki ölkə arasında hərbi koordinasiya və əməkdaşlığın artırılmasına qərar verilib. Lübnan Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada nazir Mişel Mənəssanın Suriyalı həmkarı Murheb Abu Kəsra ilə telefonda danışdığı bildirilib. Açıqlamada bildirilib ki, görüşdə iki ölkə arasında sərhəd bölgələrində baş verən insidentlər müzakirə edilib və aşağıdakılar qeyd olunub. Tərəflər atəşkəs barədə razılığa gəliblər. Həmçinin iki ölkə sərhədində vəziyyətin pisləşməsinin və günahsız mülki əhalinin itki verməsinin qarşısını almaq üçün Lübnan və Suriya ordularının kəşfiyyat bölmələri arasında əlaqənin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Xəbərdə Hizbullah üzvlərinin Lübnanda qaçırdıqları 3 Suriyalı əskəri edam
davam etdiyi bildirilib. Hizbullah yaydığı bəyanatda Suriya Lübnan sərhədində baş verən hadisələrlə heç bir əlaqəsi olmadığını iddia etdi. Xatırladaq ki, Suriya ordusunun 3 əsgərinin sərhəddə öldürülməsindən sonra Lübnanın şərqindəki sərhəddə artilleriya və raket atışmaları baş verib. Həmas kompromisə getməyəcəyini və bütün fələstinlilərin hüquqları həyata keçirilənə qədər mübarizəni davam etdirəcəyini elan edib. Həmas hərəkatının Telegram kanalında bildirilib, Fələstin xalqı işğal sonu çatana və onun bütün qanuni hüquqları tam şəkildə həyata keçirilənə qədər öz qanuni mübarizəsini dayandırmayacaq. Qeyd edək ki, Həmas ələ keçirdiyi əsirləri buraxmadığına görə İsrail ordusu Qəzza zolağında yenidən hərbi əməliyyatlara başlayıb. Ukrayna 3000 kilometr məsafə qət edə bilən pilotsuz uçuş aparatını sınaqdan keçirib. Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində bildirib, bugün qərargahın iclasını keçirdi. Bir neçə sual var idi, amma ən əsası dronlardır. Bütün növ pilotsuz uçuş aparatlarına ehtiyac var. Uzaq mənzilli dronlarla bağlı yaxşı xəbərlər var. 3000 kilometrlik dronumuz sınaqlardan keçdi. Tərtibatçılara və istehsalçılara minnətdaram. Biz dövlətimizin təhlükəsində zəmanət verəcək uzun mənzilli hərbi sənaye məhsulları seriyası hazırlayırıq. Sonda əsas xəbər başlıqlarına bir daha nəzər salaq. Təbrizdə tibb işçiləri etiraz eyləmi keçirdi. Ceyhun Bayramov Çanaqqala zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım etdi. Amerika İranın hərbi gəmisini vurub batırdı. Ərəb şair və jurnalistlərə həbs cəzası verildi. Suriya və Lübnan sərhəd bölgəsində atəşkəs barədə razılığa gəldi. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Hər birinizi ilaxır çərşənbə münasibəti ilə təbrik edirəm. Süfrələriniz bol, ruzli, bərəkətli, canınız sağlam, ömrünüz uzun olsun.